Şamaxıya getmək üçün bu maşına nə qədər benzin tökürsünüz? 4 litr 100 qram. Şamaxıya Bakıdan 4 litr 100 qram benzin yanacaq bəsdir. Oradan da əlbəttə ki, qaydanda da yenə də eyni şey. Yəni 8 litr benzin. Cəmi cümlətanı. İndi təbii ki, sürəti biraz da artırsaz, yəni trasda əlbəttə ki, daha da az yiyəcək. 3.8. Maşının içinə həmişə onun oturacaqlarından baxın. Yəni oturacaqlarının vəziyyətindən baxın. Oturacaqların vəziyyəti şərsiz. Mən şərh eləmək istəmirəm, amma istər-istəməz nəsə danışacağım da. Yəni ideal vəziyyətdə də oturacaqlar. Parça özdə elə bir şeydir ki, bilirsiniz ki, nəsə oldu, balaca cırıldı, kəsildi, nə oldu, necə oldu və gördüyünüz kimi torpedo, qapı xəritələri, abifkalar ideal vəziyyətdədir maşın. Sözün həqiqi mənasında. Bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycanda sürülməyib bu maşın, bu maşınlar, notlardan yəni söhbət gedirsə, birbaşa öz ölkəsindən gəlir Bakıya və AvtoExpress Baku da bu maşınları sizə təqdim eləyir. 055 411 97 97, 055 413 97 97. Zəng eləyin, gəlin, necə deyərlər, bu maşınlara sahib olun, xeyirli olsun və onu da deyim ki, bu avtomobillərə, bütün avtomobillərə əlbəttə ki, zəmanət də verilir. Elə belə şifahi yox ha. Yazılı, əməlli başlı. Rulivoyuna, motoruna, əlbəttə ki, korobkasına. 360 kamerasına bax. 360 kamerası da var maşının. Yəni bu cür büdcəli maşının 360 kamerasına kimi var. Yəni artıq zavod istehsalı ya, zavod quraşdırılması. İlkin ödəniş cəmi 4800 manat. 4800 manat və avtomobilin nağd qiyməti isə 16300 manatdır. Yəni bundan artıq nə istəyirsiniz?